Salam dəyərli izləyicilər, bu gün sizinlə həm günəş şüalarının düşmə bucağına aid, həm də kölgəyə aid maraqlı bir test tapşırığına baxırıq. Qeyd edir ki, qrafikə əsasən günorta vaxtı hansı məntəqədə cismin kölgəsinin uzunluğu öz uzunluğuna bərabər olar. Nəzərə alın ki, bütün məntəqələr şimal yarımkürəsində yerləşir. Buradan baxırıq. İlk öncə biz bunu xatırlayaq ki, cismin kölgəsinin uzunluğu öz uzunluğuna bərabər olması üçün günəş şüaları həmin cismə 45 dərəcə bucaq altında düşməlidir. Bunu biz yadımıza salırıq və sonra başlayırıq işləməyə. Və bunlar hər biri şimal yarımkürəsində yerləşdiyinə görə düstur belədir. Düşmə bucağının düsturu belədir. Düşmə bucağı bərabərdir 90 dərəcə çıxılsın. Coğrafi enlik, məsəl üçün bura yazsam ki, birincidə coğrafi enlik 40-dır, zenit enliyi də 20-dir. 40 çıx 20, 40-dan 20 çıxacam, eləyəcək 20, 90-dan 20 çıxacam, 45 alınmayacaq. Demək ki, bu deyil. Sonra ikinciyə baxıram. Bu coğrafi enlik 55-dir. Zenit enliyi isə 15-dir. 55 çıx 15. Bilirsiniz ki, hər ikisi şimal, hər ikisi cənub olduğu zaman çıxırdıq. Bu zaman da 55-in 15 çıxanda 40, 90-dan 40 çıxanda 50 eləyəcək. Bu da olmayacaq. Bu da düzgün cavab deyil. Sonra üçüncüyə baxırıq. Üçüncüdə coğrafi enlik 65 çıx, zenit enliyi də 10-dur. 65-dən 10 çıxanda eləyəcək 55, 90-dan da 55 çıxanda 35 eləyəcək. Bu da olmadı. İndi dördüncüyə baxırıq. Dördüncüdə coğrafi enlik 50-dir. Coğrafi enlik 50 çıx və zenit enliyi də 5 dərəcə şimal enliyidir. Buradan 50-dən 5 çıxanda eləyəcək 45, 90-dan da 45 çıxanda eləyəcək 45 dərəcə. Demək ki, günəş 5 dərəcə şimal enliyində zenitdə olarkən 50 dərəcə şimal enliyinə 45 dərəcə bucaq altında düşəcək və bu zamanda cismin kölgəsinin uzunluğu öz uzunluğuna bərabər olacaq. Cavab 4-dür. İndi 5-ci məntəqəyə baxsaq, 5-də coğrafi enlik 60-dır, zenit enliyi də 10-dur. 60-dan 10 çıxanda 50, 90-dan da 50 çıxanda eləyəcək 40. 4 cavabımız olacaq D variantı.